See another junior suite. Cruises.az-ın dəyərli dostları və müştərili Legend of the Seas gəmisi Royal Caribbean'ın ən böyük və ən möhtəşəm gəmisi 10148 nömrəli Sky Junior Suite. Həmən içəriyə girər-girməz sağ tərəfdə çox böyük bir vanna otağı qarşılayır ki, burada da vanna da var və duş da alınabilir və bu şəkildə geniş. Təqibində həmən sağ tərəfdə idarə olunmaq punktlarını görürsünüz. Kiçik bir şkaf var, amma təqibində burada da çox kifayət qədər geniş bir şkaf daha yer alır. Burada xalatlar daxildir, junior suite olduğuna görə və belə bir çalışma masası deyək, rahat bir şəkildə çalışmanı həyata keçirtmələriniz üçün bu şəkildə də böyük bir qardırob sizi qarşılayır. Belə bir ara kəsmə var, dizaynlı formada. 2 nəfərin qala biləcəyi, yata biləcəyi və burada da digərlərində olduğu kimi divan açılaraq 2 böyük də burada yata bilər. Əlavə olaraq bura körpə üçün bir baby cot əlavə oluna bilər, imkanı var. Ayrıca juniorlarda bu şəkil kofe lavazı maşınkası daxildir və əlbəttə ki, yenidən doldurulur. Düzdür, mini bar daxil deyil qiymətə, amma kofelər daxildir. Rahat bir şəkildə kofe sevərlər bundan faydalana bilər. Belə bir fərqli və gözəl bir dizayn TV stendi və kifayət qədər də böyük bir balkonu var. Baxın belə. Suite kateqoriyası sadəcə kvadratına görə əlavə ödəniş almaz. Gəmi daxilində müəyyən üstünlükləri də siz dəyərli müştərilərimizi təqdim eləyir və bunun üçün bizdən öyrənirsiniz. Çünki suite kateqoriyasının 3 fərqli suite kateqoriyası var. Hər suite kateqoriyasının özünə görə üstünlükləri var və bu şəkildə çox gözəl bir şəkildə ala biləcəyiniz həmən girişdən həmən belə fikirləşin. Əgər bir təsəvvür yaratmaq üçün 1 və 2 addımdan sonra bu şəkildə çox gözəl bir otaq sizin xidmətinizdə olacaq. Balkonu da dediyim kimi kifayət qədər genişdir. Xoş bir an vaxt ümumidə dincəlmək istəmirsinizsə, yəni gəminin digər yerlərinə gedərək vaxt itirmək istəmirsinizsə, rahat bir şəkildə balkonda da xoş anlar keçirdə bilərsiniz. Kifayət qədər keyfiyyətlidir, istər divanlar, istər yataqlar. Onun üçün də rahatlıqla yeni gəmilərdən Legend of the Seas-i seçə bilərsiniz. Bax belə.